Açıq yorum verilişi efirdədir. Studiyadan mən Şöhrət Eldəniz işləyəcək. Bugün sizə İran deyilən məmləkətin, İran rejiminin yeni bir plan barəsində danışacağıq. Verilən son məlumatlara görə Tehran hökuməti növbəti büdcə ilində informasiya savaşına qarşı informasiya savaşı aparmaq üçün büdcəsini artırır. Özü də fantastik bəddə. İndiki sosial-iqtisadi vəziyyətin ağır bir məqamında bu büdcəni artırmaq və üstəlik 24 dildə yeni televiziya kanalının yaradılması maraqlı hadisələr gözlədir bizə. Bu baxımdan biz bəzi məqamları burada müzakirə etməyə çalışacağıq və onu da bildirim ki, həmişə onlayn bizim verilişin mütəxəssis kimi qoşulan bizim dostumuz, bizim yazıcı, araşdırması Məhəmməd bəy Böyün studiyamın qonağıdır. Biz adətən onlayn qoşulurduq. Bugün bizim qonağımızda xoş gəlibsiniz və sizi studiyada görmək mənə çox xoş oldu. Və bizim hörmətli politoloq, siyasi şərhçi Kərim Əskəri hələ ki ekranın və ölkəmizdən kənardadır, Türkiyədən qoşulmuşuq. İnşallah Kərim bəy də burada görəcəyik və şəxsən tanış olacağım. Mən hər birinizlə şəxsən tanış olub söhbət etməyə çox şadam. Çünki hər birinizin intellektinizə, dünya uğrunda mübarizənizə çox böyük hörmətim var. Məhəmməd bəy cümlədən sizədir. Mövzunu təqribi dedim. İran rejimi nə etmək istəyir? Nəyə görə büdcəsini informasiya savaşı üçün, informasiya üçün, təbliğat üçün büdcəsini bu qədər şişirdir? Özdəki pulun, belə deyək, el dilində desək, pulun paranın olmayan vaxtında. Və üstəgəl də 24 dildə yeni televiziya kanalı açır. Məhəmməd bəy, studiyamızdasınız, elə sizlə başlayaq bu məsələyə. Mən bir məqamı da istəyirəm qeyd edeyim. Mən fikir vermişəm, Tehran rejimi artıq Azərbaycana qarşı təbliğat taktikasında müəyyən dəyişikliklər eləyir. Müəyyən korrektələr eləyir. Mən bunu Tehran rejiminin Azərbaycanda apardığı təriqət, Əhl-i-Beyt, Hüseynçi kimi şüarların iflasa uğraması kimi dəyərləndirir. Yəni, bu mənim şəxsi qənaətimdir. Yəni, əhali kütləvi şəkildə bu ideolojinin, bu təbliğatın arxasınca getmədi. Bir sabun köpüyü kimi partladı və Tehran rejiminin illərdir, milyonlarla dollar xərclədiyi pul batdı. Mən yenə deyirəm, bu mənim şəxsi qənaətimdir. Elə oradan başlayaq ki, nəyə görə İran rejimi birdən-birə növbəti ildə informasiya üçün bu qədər pul xərcləmək qərarına gəlib və yeni telekanallar açır. Şöhrət bəy, sizi, Kərim bəy Əskərini, əziz dostumuzu və bütün izləyicilərimizi, demək olar Azərbaycanımızın başkəndi Bakıdan, özəlliklə dediyim kimi, Güney Azərbaycanımızdan bizi izləyənlər və başqa izləyicilərimizin hamısını salamlayıram. Dediyiniz kimi, İran, yəni Azərbaycan adında bir dövlətin təşkil tapdığı gündən İranın böyük dığdıqalarının biri, yəni böyük qorxularının biri elə bu Azərbaycan məsələsi olubdur. Onun üçün zaman-zaman taktiklər dəyişibdir, amma strategiyası ya stratejisi müəyyən olub, bəllidir. O da Azərbaycanı imkanı olduğu qədər sıxıntıda saxlamaq, çünki aradan götürə bilməz, o gücə malik deyil. Amma Azərbaycana problemlər yaşatmaq, Azərbaycanı sıxıntıda saxlamaq, bunu zaman-zaman məsələ ermənilərə dəstək verməklə, istər 1-ci Qarabağ savaşı olsun, istər 2-ci Qarabağ savaşı olsun, zaman-zaman ermənilərə dəstək verməklə, zaman-zaman Azərbaycanın o iç güvənliyini, təhlükəsizliyini pozmaq amacı ilə, məsələ bəzi terror qruplardan himayət eləməklə, maliyyələşdirməklə, hətta silah-sursat onlara təmin eləməklə bu işi görübdür. Amma bununla yanaşı elə daha öncədən də bu demək olar fikir baxımından da insanların zehnini caydırmaq konusunda da müəyyən işləri daha öncədən də başlayıbdır. Baxın, məsələ Azərbaycanda talışlar yaşayırlar və biz bilirik ki, bunlar öz ana dillərində dərslik kitabları var və oxuyurlar. İranda da talışlar vardılar, bir az da olsalar bir tədad vardılar. Amma bunlar necə ki, elə milyonlarla Güney Azərbaycan türkü öz ana dilində dərslik kitabı üzün görmür ya dərs ala bilmir, talışlar da ala bilmirlər. İranda talışlar üçün radioda, televizyonda, dövlətə bağlı olan mediada heç bir proqram getmir.
Amma İran neçə illər bundan qabaqdan başlayıbdı. Azərbaycanda yaşamaqda olan talışlar üçün radio proqramı, radio yola salıbdı ki, onları Azərbaycan hökumətinə qarşı, Azərbaycan dövlətinə qarşı güya öz xiyalıca, öz zənnicə onları təhrik eləsin. İstəyirəm deyəm, bu daha öncədən də var idi. Amma gözəl işarə elədiniz. Burada güya şiəliyi yayır, amma əslində öz ideolojisini yaymaq peşinə düşdü. Bir nəticə almadı. Ermənistan məsələsində o qədər yatırım yatırtdı, büdcə ayırdı, nəticə almadı. Terror hərəkətlərindən nəticə almayıb, düzdür. Müəyyən zamanlar təəssüflə bəzi burada şəxsiyyətləri də hətta aradan götürə bildi, amma o qaldı keçmiş zamanlarda. Artıq əli oxunubdur, Azərbaycan büyünləmisi çox gözəl bilir ki, nə cür öz təhlükəsizliyini qorusun və burada da demək olar əli daş altında qaldı, bir iş görə bilmədi. Və sizin dediyiniz kimi, indi biz görürük ki, bir çeşid taktikini dəyişir. Yəni, daha çox çalışır ki, gücünü qoysun Azərbaycanda yenə də deyirəm, o iç təhlükəsizlik, iç güvənliyi hədəf alıbdır. Azərbaycanı öz xiyalıca içəridən parçalaya bilməz, amma içəridən bir problemlər yaşatsın, çətinliklər yaratsın. Onun üçün qətlən ki, elə bu Səhər TV-də biz qoyaq bunun yanına, bayaq dedim, talışlar üçün daha öncələr yaratdığı radio proqramlarını nəzərdə alaq. Həm bu məsələ üstündə daha çox çalışacaq. Təbii ki, mən başlanğıc olaraq bunları dilə gətirdim. Kərim bəyin də fikirlərini öyrənmək istərəm. Təbii, bu barədə müzakirəmiz hələ davam edəcək. Kərim bəy, siz necə düşünürsünüz? Bu yeni taktikaları, bunların yeni bu fikirləri, yeni proqramları nəyə istiqamətlənib? Təbii ki, mən 100% əminəm ki, o 24 əcnəbi dildə, xarici dildə yayımlanacaq televiziya kanalında Azərbaycan birinci yerdə olacaq. Yəni, Azərbaycana yönəlik, o cümlədən miqrasiyada yaşayan, Avropada, Amerikada, Türkiyədə yaşayan Güneylilərə, Güney Azərbaycanlara istiqamətlənmiş, ciddi hədəflənmiş verilişlər olacaq. Yəni, problemlər yaratmağa cəhd göstərəcəklər. Sizin fikrinizi alaq bu barədə. Hörmətli Şöhrət bəy, sizi, dəyərli dostum Məmməd bəyi və xüsusilə dəyərli izləyiciləri salamlayıram. Bu xəbər ki, yayınlandı 24 dildə və sahədə yayınlanacaq proqramlar və ya bərnamələr, haradasa 4-5 gün əvvəl bu xəbər yayınlandı. Əslində təzə bir şey deyil, biraz açıq danışsaq və xüsusilə biz Azərbaycanlılar üçün də heç təzəlik də yoxdur bu məsələnin. Ancaq diqqət etməmiz bəzi məsələlər var. Əgər icazə buyursaz, mən biraz tarixdən geriyə dönmək istəyirəm, bir haradasa 45 il əvvələ və hətta daha sonra günümüz məsələsinə gələm. 1979-da İranda inqilab oldu və belə deyək ki, həqiqətən də düzgün istəsək danışaq, o dönəmdə xalqın çoxu bu məsələyə dəstək verdi. Və Azərbaycanlılar da dəstək verdi. Dəstək verməsinin də əsas səbəbi nədən ibarət idi? Çünki Azərbaycanlılar Soğuq Savaş sonrası dünyadakı ilk soyqırım və ya nəsl-qoşuya məruz qalan xalq oldu və bu da elə Tehran dövlət tərəfindən, Pəhləvilər tərəfindən oldu. 1979-dan sonraki İran inqilabı, belə deyək ki, İslami kimliyi və mahiyyəti adında Orta Doğuda və ya Yaxın Şərqdə öz mahiyyətini göstərdi. Hətta bölgədəki müsəlmanların da dəstəyini almış oldu və bölgədəki Pakistanda, hətta Türkiyədə, Əfqanistanda, Hindistandakı müsəlmanlar, o dönəm Quzey Azərbaycan demək mümkün olmur, çünki Sovyetlər tərkibindədir və çox məsələlərdən xəbər yoxdur, almış oldu. Sonra İran-Əraq savaşı oldu, 8 il sürdü. Bu ilk çatlaq oldu dəstəklərə, xüsusilə Ərəb dünyasındakı İran inqilabına dəstək verən insanlar o dəstəyini geri çəkdi və yavaş-yavaş artıq İrandakı o inqilabın İslami mahiyyəti artıq məzhəb kimliyinə də bürünmüş oldu. Dediyim kimi, ilk başda nədir? Hətta indinin devrim muhafizlərində yazırlar ki, Sepah-ı Pasdaran İnqilab İslami İran. Yazmırlar Sepah-ı Pasdaran Cumhuriyet İslami İran.
və yəni bunun altında nə vardı? Hələ inqilabi mahiyyəti Sepah öz göstərməyə çalışır. Və yavaş-yavaş bu inqilabın o İslami bölgədəki o müsəlmanların dəstəyi yavaş-yavaş Şiələrin dəstəyinə geçmiş oldu və daha çox Şiə məzhəbinə mənsub insanlar buna dəstək verdi. Fəqət bu da davam etmədi. Çünki İran-İraq savaşı bitdikdən sonra və ondan qısa süre sonra İranın o qurucusu, birinci lideri Ayətullah Xumeyni öldükdən sonra və Ayətullah Xamneyi iqtidarı gəldıqdən sonra, çünki indi də davam edir, siyasətlər də o demişdi ki, daha çox dəyişməyə başladı və İran İslam Cumhuriyyəti həqiqətən farsçı və şiəçi mahiyyətini daha çox ortaya qoymuş oldu. Artıq ölkədə də savaş yoxdur və Azərbaycanlılar da başa düşdü ki, biz o demişdik ki, düzdür Pəhləvilərdən çox çəkdik, amma bunun da anti-Azərbaycan siyasətlərində heç Pəhləvilərin heç fərqi yoxdur və xüsusilə İran-İraq savaşından sonra bu haqda Sayın Maşallah bəy Rəzminin də gözəl söhbətləri vardı ki, deyir, hətta o dönəm savaşa gedib artıq savaşdan qayıdan bəzi insanlar oldu ki, bunlar artıq dedilər ki, Azərbaycanlıların haqlarını verin də. Bəli, onlar da bunu başa düşdülər ki, bu mümkün deyil. Misal üçün, bugün hər kəsin tanıdığı Sayın Çehriqani belə onlardan biridir. Ki, İran-İraq savaşında bu adam iştirak edibdir, özü də İranda cambaz deyənlər bu qazilərə cambazdır və daha sonraki bu artıq savaş bitdi, gəldi, o bir çoxları artıq öz Azərbaycandan haqlarını istəməyə başladığı zaman burada Tehran rejiminin dur siyasətinə belə deyək ki, rastladılar. Və ondan həmən sonra artıq 2-3 il sonra Sovyetlərin dağılması, Şurəvinin ortadan qalxması və 15 ölkənin yarılması ilə birlikdə bir də bizim Quzey Azərbaycan öz müstəqilliyinə qovmuşdu. Baxın, İranın sabiq prezidenti, yəni indiki İbrahim Rəisdən öncə Həsən Ruhani uzun illər əvvəl İranda Güvənlik Konseyinin sədri idi. Yəni Cumhurbaşqanlığından öncə. Onun bir sözü vardır. Elə Sayın Məhəmməd bəy də oradadır. Bir sırçla Google-da bunu görə bilər. Əlbəttə gəl qaldırmasalar ki, o da bundan ibarətdir ki, deyir ki, bizim xarici politikadakı ən böyük təhlükəmiz Azərbaycandır. O dönəmki bu Güvənlik Konseyinin sədridir. Və həqiqət də ondan ibarətdir. Niyə? Çünki Güney Azərbaycan İranın qarnının yumuşaq yeridir. Bu söhbətlərin hamısını gətirəcəm bu 24 kanal məsələsi ilə bağlı. Və bundan 1991-dən bu tərəfə İran Azərbaycanla bağlı məcbur iki politika izləməyə başladı. Şimali Azərbaycanla fərqli politika izləməyə başladı, Cənubi Azərbaycanla fərqli politika izləməyə başladı. Və xüsusilə Şimali Azərbaycanda Qarabağın işğal sürəcində İranın çox ciddi, belə deyək ki, ermənilərə qatqıları və dəstəyi oldu bu məsələ ilə bağlı. Və hər zaman Qarabağ işğalı sürəcində apardığı siyasət də o şey deyirlər, farsçada deyirlər, xahan hifz-i vəzi mövcud. Yəni, indiki durumun qorunması. Mən bəzən o güneyli soydaşlarımız da terimləri rahat başa düşdüm. Məcbur o farsça kəlmələrdən istifadə etmək zorundayam. Və o siyasəti davam etdi ta 2020-yə qədər. Artıq məlum Tovuz hadisələri, daha sonra Qarabağdakı o aparılan o haqlı savaşımız və işğaldan azad olma sürəci İranın siyasətində Quzey Azərbaycana, hətta Güneyə qarşı yeni politika izləmək məcburiyyətində qaldı. Ondan öncədəki həm Səhər TV olsun, həm Komiti İmdad İmam Xumeyni olsun, həm İranın Azərbaycanda apardığı o casusluq və təxribat şəbəkələri olsun, hamısı İranın o siyasətləri çərçivəsində idi. Ümumiyyətlə İran həm Azərbaycanda, həm yaxın şərqdə öz güvənliyini, güya bunu deyirəm, dırnaq arası deyirəm, öz güvənliyini qorumaq üçün və İran İslam Cumhuriyyətinin hədəflərini yaymaq ki, zaten bunun İran anayasasında da bu məsələ vardır. Onu yaymaq üçün nə yaptı? Hər zaman bu o
güc istifadə elədi, sərt güc oldu. Qudrət səxtdən istifadə elədi. Bunun sayacağımız bir çox örgütlər var. Yəni Lübnandakı Hizbullahdan tut, bu bilirsiniz Hamasa yardımlarından tut, Hüseyni Yundi, Zeynəbi Yundi və Fatimi Yundi sayacağımız Husilər Yəməndə. Bunlar hamısı bunun ən bariz göstərgəsidir və əlbəttə ki, Suriyədə Əsədin də qorunması da o da ayrı bir məsələdir. Bunlar hamısı böyük büdcələr gərəkirdi. Və milyardlar dolar bununla bağlı İranda bu məsələ üçün büdcə ayrıldı və bir tərəfdən ki, sizdə Şöhrət bəy dediyiniz kimi, İranda xalq bu dəqiqə gerçəkdən səfalət içində. %70-in üzərində işsizlik məsələsi var. İranda misal üçün deyirəm, ailə qurumu belə təhlükəyə düşübdür. Artıq evlənmə yaşları 30 və üzərinə çıxıbdır. Boşanma oranı haradaysa hər ikisindən biri artıq boşanmaya doğru gedir. İşsizliği... Kərim bəy, sizin fikrinizin toparlasaq belə başa düşdüm ki, İran güc dilindən, savaş dilindən keçir artıq təbliğat dilinə. Belə başa düşdük də. Bax, bir o məsələ var. Sərt gücdən yumşaq gücə keçdi. Belə bu cür formül. Və istəyirəm tam o noktaya gətirəm. İbrahim Rəisi dönəmində bilirsiniz, bəzən misal üçün bəlkə bu siyasətlər... Siz fikirlərinizin hamısını indi deyib qutarmayın. Bizim hələ bir saatlıq verilişimiz var. Toparlayın fikrinizi. Çox uzun oldu söhbətlər. Bunu da bir dəqiqədə toparlayıb, sonra Məhəmməd bəyin haqqına girmiş olmayım. Və əlbəttə sizin də. İran, misal üçün, bu dəqiqə, geçən həftələrdə bilirsiniz, İran 23 və ya çox sayda ölkəyə qarşı təşkilatlı viza rejimini ləğv etdi. Və ya bu dediyiniz 24 dildə və sahədə olan mətbuat və televizyon sahələrində bunlar bəlkə Məmməd Xatəmi dönəmində olsaydı, İranın sabiq prezidenti bu ciddi problemlər olardı və Sepah bu məsələyə direkt müdaxilə edərdi. Amma İbrahim Rəisi dönəmində bu iş olmadı. Niyə? Bu adam zaten mühafizəkar camiədən gəlir. Və İranın bir tərəfdən də bəli, yumuşaq gücünün ortaya qoymaya çalışırdı. Amma bir sonraki söhbətlərdə bunda başarılı olacaq mı, olmayacaq mı? İcazə onlara orada deyinərəm. Mən zaten bu mövzuda, bu fikirdə bəzi müxalif suallarım olacaq. Mən biraz sizin fikrinizlə bir qismindən razıyam, digər qismindən təbii sualım var. Yəni onu açacağıq. Bəzi məqamlar var ki, onu sizinlə müzakirə eləmək olar. Məmməd bəy, mən istər-istəməz yenə də bayaqki söhbətimə qayıdıram. Mənim fikrimcə və bu fikirdən sual da yaranacaq. İranın Azərbaycanda 2-ci Qarabağ savaşından uzandan sonra Azərbaycanda apardığı dini təriqət təbliğatın iflasa uğradığını dərk elədi. Çünki Azərbaycan əhalisi Suriyada, Livanda, Yəməndəki kimi feodal düşüncə tərzində deyil ki, o düşüncə tərzinə uyğun da tutaq ki, İran Livanda Hizbullah kimi bir terror qruplaşmasını hakimiyyətə gətirə bildi. Husiləri Yəməndə hakimiyyətə gətirməyə cəhd göstərdi. Yəni, böyük bir elektoratı, böyük bir gücə, milləti öz ətrafında birləşdirən bir gücə çevirdi. Yəni, Hizbullah deyəndə biz terror təşkilatı nəzərdə tutmamalıyıq. Livanda, Livan əhalisinin xeyri hissəsinin səsini qazanmış bir partiyada da kimi də dəyərləndirmək mümkündür. Amma İran 30 il ərzində Azərbaycanda İslam Partiyası adında 100 nəfəri bir yerə toplayanmadı. Halbuki milyonlarla pul xərcləndi. Yəni Azərbaycana apardığı, indi Kərim bəy buna sərt güc dedi. Mən o cür izah başa düşdüm. Amma burada sırf ideoloji və təbliğat müstəvisində əhalini öz arxasına ala bilmədi. Öz ideolojisinin arxasına ala bilmədi. Yəni nə qədər şiəlik, təriqət, əhl-i-beyt, Hüseyin aşiqi deyib, burada özünün sinəsini cırıb, başını yarsa da əhalinin çoxluğu tərəfə getmədi. Və biz ən azı bir ay ərzində Azərbaycan Xüsusi Xidmət Orqanı əməkdaşlarının apardığı əməliyyatda onların bu ideolojisinin sabun köpüyü kimi partladığını gördük. Yəni bu qədər onların cəsusları, onlar ruhani dedi, biz onlara cəsus dedik. Onların tutulmasına əhali tərəfindən təpki olmadı. Mən demirəm, çıxıb küçələrdə hayküy salarlar. Ən azı sosial media var, digər ənənəvi media var, orada biz güclü bunların təpkisini görmədik, İranın özündən başqa. Və sual, məhz buna görə mi yeni
taktikaya meyil eləyir İran. Yeni sistem qurur. Siz o tutaq ki, o taktikanın bir hissəsini dediniz. Tutaq ki, etnik qarşı durma, etniklərdən istifadə edib təbliğat qurmaq və yaxud digər formalar. İstəyərdim bu barədə. Çox sağ olun Şöhrət bəy, çox maraqlı məqamlara toxundunuz. Kərim bəyin də söhbətlərindən çox faydalandım mən. Yəni belə deyim, baxın, siz Livandan burada örnək verdiniz. Təbən Güneydə dostlarımız bunu Lubnan deyə tanıyırlar. Mən bəziləri bəlkə bilməyə onu da dilə gətirim burada. Baxın, Lubnanla Azərbaycan sizin dediyiniz kimi çox fərqli oldu. İran Lubnanda da çox ağır yatırımlar yatırtdı, çox pullar xərclədi, indi də xərcləyir. Amma Lubnanda bəlli bir səviyyəyə qədər öz istədiyinə çata bilibdir və hətta Lubnanda belə hökumət təşkil verməkdə, parlamentoda və bəzən Cumhurbaşqanlığında belə öz etkisini buraxa bilir. İran orada etkisiz deyil, öz etkisini buraxa bilir. Hər zaman da ehsas eləyir ki, etki buraxa bilmir. Orada bir terroristi fəaliyyətlə, özünə müxalif olanları aradan götürməklə aranı qarışdırır. Ta deyək ki, burada mən varam və öz istədiyini orada gerçəkləşdirsin. Amma Azərbaycanda şiə olduğuna rəğmən və Azərbaycanda şiələrin sayısı Lubnandan daha qat-qat çox olduğuna rəğmən Azərbaycanda bunu başara bilmədi. Yaxşı. Bunun da müəyyən səbəbləri vardır. Bir əsas səbəbi budur ki, Azərbaycan elə istiqlaliyyətini əldə etdiyi anda Ermənistanla çatışması oldu Qarabağ üstündə. Və İran Ermənistanın yanında yer aldı. Və bunu Azərbaycan xalqı gözü ilə gördü. Azərbaycanlılar bunu gözləri, elə Güneylilər də gördülər, Quzeylər də gördülər. Yaxşı, baxın, bunu hətta Lubnanlılar da gördülər. Bu, İndələn Seyid Həsən Nəsrullah var da, Hizbullah-ı Lubnanın demək olar başçısı, Dəbirkol deyirlər. Bundan öncə başqa birisi var idi, Molla idi, o Seyid deyildi. Əlan adı tam xatirimdə deyil, bəlkə Kərim bəyin xatirində olar, artırar. Amma bunun videosu vardı. Bu özü o zaman tənqid eləyir. Deyir, yaxşı, siz İslam dünyasından danışırsınız, şiəlikdən danışırsınız. Azərbaycanda müsəlmandır, şiədir. Nə cür siz Ermənistana dəstək verirsiniz? Baxın, bunu biləni İran uzaqlaşdırar. Yerinə Həsən Nəsrullahı gətirər. O adam ki, gözün tikə Xamneyinin dodaqlarına və əlbəttə Xamneyinin cibinə. Çünki cibindən Xamneyinin pul çıxa və dodaqlarından da əmir çıxa. Tamam. Azərbaycanda belə adamları mən demirəm heç tapmadılar. Amma o qədər genişləndirə bilmədilər. Elektorat kütləni, əhalini cəlb eləyə bilmədilər. Cəlb eləyə bilmədilər və bir səbəbi bu idi ki, Azərbaycanlılar gördülər ki, bu adam ki, dildə mənə İmam Hüseyndən danışır, əməldə erməninin yanında yer alır. Yezdin yanında. Bayaqlamısı elə burada bir qazetəçi ilə danışırdıq. Çox maraqlı bir söz deyildi, bağışlayın. Bəlkə burada xatırlatmaqda yeri vardır. Bu zadla görüşürlər Ərdəbilin İmam Cüməsi ilə. Amuli ilə. Siz də var idiniz də. Amuli ilə əlbəttə görüşmədə yox idiniz. Bu danışırdan. Yaxşı. Amuli ilə görüşürlər. Amili başlayır bir para sözlər deyir Qarabağ haqqında, ay belə olacaq, elə olacaq. Məncə çox gözəl bir nöqtəyə orada barmaq qoyur və çox gözəl deyir. Deyir, yaxşı, siz ki, bir belə Qarabağı düşünürsünüz, Ermənistan 4 tərəfdən bağlıdır, bir fəqət İranla bir balaca orada qapısı vardı. Ermənistan da işğalçıdır, müsəlmanların ölkəsinin, torpağını işğal edibdir. Çəkin oranı bir həftə bağlayın. Görün, Ermənistan işğalçılığına davam edə bilərmi, edə bilməzmi? Da indi bunlar çox açıq bir hesabdır, bunu hamı bilir. Yaxşı, və İran allada bilmədi burada İmam Hüseyn adı ilə, Əli adı ilə, Fatimə adı ilə. Çün hamı gördü ki, İmam Hüseyndən danışan adam özü gedib erməninin yanında, xristiyan yanında yer aldı. Və budur ki, elə o Qarabağsa, 2-ci Qarabağ savaşında proqramımız var idi. O zaman mən bu kəlməni dilə gətirdim. Əslində Qarabağ savaşı İran üzünü qaratdı. Həm güneydə, həm quzeydə artıq İranın ortaya çıxacaq bir üzü şiəli adına yoxdur. Yəni, mən Hüseyndən danışsın, Əlidən danışsın, nə cür danışsın? Sən bir ermənin yanında durdun, demək olar bir şiə, müsəlman ölkəyə qarşı. Onun üçün mən də sizə qatılıram.
vaxtı öz dilləri, farscada bir söz var, deyirlər artıq da bıxnanın rəngi qaçıbdır da, bıxna rəh verməz. Bu farscada bir məsəl var, belə bir söz. Gəliblər, mən də belə düşünürəm ki, bu dəfə daha çox etnik, çünki bunu mən içəridə də izləyirəm. Yəni müəyyən bir orada xəbər ajansları var, müəyyən bir veb saytlar vardı ki, Azərbaycana qarşı fəaliyyətdədirlər. Bunları da oxuyuram və görürəm ki, daha çox özəlliklə talışların üstündə bəlli ayrı azınlıqlar ki, Azərbaycanda yaşayırlar. Özdə qat-qat İrandakılardan daha çox haqlara malikdirlər. Bayaq dedim, bunun sübutu bir dənə sual. Azərbaycanda talış dilində mədrəsədə, məktəbdə dərslik var, dərs verilir. İran gətirsin desin 30 milyon, 40 milyon Türkiyədə mən bu dərs kitabını çıxartmışam, heç dərs də vermirəm, amma çıxartmışam. Yaxşı, ona görə çalışacaq təbii. Amacı budur ki, əlindən gəldiyi qədər Azərbaycanı sıxıntıya soxsun. Təbii. Kərim bəy, bizim söhbətimizin o məsələ gəldi yumşaq güc. Siz yumşaq güc nəyi nəzərdə tutursunuz? Yəni burada yumşaq güc göstərməkdə məqsəd nə ola bilər? Hansı kriteriyalara bölmək olar ki, o yumşaq gücdən istifadə edəcək? Və yaxud da ki, sərt güc fikri mən nəyə görə dedim sizlə bu barədə biraz müxaliflik eləmək istəyirəm. Yəni sərt güc zaten Azərbaycana münasibətdə yalnız Ermənistana dəstəklə göstərdi və yəni Azərbaycana faktiki sərt müdaxilələr eləmədi. Yalnız təbliğat vasitələrindən istifadə elədi və bir də ermənilərə dəstəklə həyata keçirdi. Amma bu gün də həmin dəstək Ermənistana davam eləyir. Yəni bu gün İran geri çəkilməyib ki, Ermənistan deyilən bir ölkədən imtina eləməyib ki. Elə dünən Paşinyanla rəisin telefon söhbəti oldu və həmin söhbətdə yenə də Ermənistana veriləcək dəstəklərdən danışdı, layihələrdən danışdı. Bugün bildiyimə görə Tehranda qədim xalqların bir forumu deyilən bir tədbir keçirirlər. Həmin qədim xalqlar sırasında Tehran Abdulhayan da orada iştirak edib, Xariclər Naziri. O qədim xalqlar deyəndə Meksikadan dəvət ediblər deyəsən, Ermənistandan dəvət ediblər. Bir də bilmirəm ki, üç ölkədən dəvət ediblər. Yəni erməniləri bunlar özləri kimi, özlərinin yalançı tarixi kimi bir yalançı erməni tarixində qədimləşdirib özünkü eləyiblər. Yəni nəyə görə bunları belə detalladım? Məqsədim odur ki, siz o yumşaq gücün yeni mübarizə formasını, İranın yeni mübarizə formasında yumşaq güc deyəndə nəyi nəzərdə tutursunuz? Nə çətinliklər var? Teşekkür ederim. Evet, başa düşün. Ben öncelikle değerli dostum Mehmet Bey'in o isimci sordu. Hizbullah'ın qabaqçı o dəbiri kollu. Eğer adını, bu arada da ben çalıştığım adı tapam ama neyse Şeyh Sufiyel Tufeyli olması lazımdı. Tufeyli. Buydu ki onunla röportajda o söhbətlər etmişti ve vilayetiye sormuştu ki yine en azı insafı riayet etmişti ve o her zaman İran'ın məzub olmuşdu. İndi sizin söhbətə gəlin, baxın bura, ümumiyyətlə yumuşaq və sərt gücün tərifi qaba şəkildə söyleyeyim ortadadır. Yəni, əgər hər hansı bir silah, sursat, əskəri yöntəmlər, terror təşkilatları, niyabəti qruplarla olan yöntəm varsa, bu sərt gücdür. Onun xaricində olan ekonomik yöntəmlər, sosyal medya, ərtişi sayveri, televizyon, İranda mahvara deyirlər, page üzərindən, televiziya, bunların hamısı da yumuşaq güc formatında girmiş olar. İran Azərbaycana qarşı hər ikisindən istifadə edibdir və edir də. Xüsusi ilə Mehmet Bey'in də gözəl vurğuladığı kimi, İran Azərbaycanda bəlli bir nöqtəyə qədər başarılı oldu. Amma o üçü gərək, misal üçün, Husilərlə bağlı, İraqda əldə etdiyi uğurları Azərbaycanda edəmə. Baxın, hər halda mən çox bir qısa örnək verim. Hər halda ara vermək məcburiyyətindəyik. Aradan sonra icazə bulursanız davam edərəm. Son günlərdə İraqda parlament seçkisi oldu, doğru mu? Bizim qədim türk şəhəri olan Kərküşdə. Çox təəssüflər olsun, türkmənlər 3-cü sırada yerləşdi. Amma İran yanlısı İttihadiyyə Mihəni Kurdistan ki, Talibani güclərinə bağlıdır Süleymaniyədə. Onların bilirsiniz İraqdakı Kürdlər bir Barzanilər, bir Talibanlar, Ərbil və Süleymaniyə mərkəzli. Bəli, Kərküşdəki Kürdlər daha çox Süleymaniyəyə
Talibaniyə yaxındır və dolayısıyla İranın daha çox orada təsiri vardır. Və indi üzülərək mi desək, nə olaraq desək bilmirəm. Orada biz itirdik, İran qazandı Kərküşdə. Bu bir acı gerçəkdir. Bunu qəbul etsək də, etməsək də. Və bu İran oradakı hansı yöntəmlərdən istifadə elədi, necə elədi, bunları ayrıca oturub danışmaq lazımdır. Və oradakı misalla Husidəki şərait fərqlidir. O yüzden hər ölkənin o demografik yapısına görə, kültürel yapısına görə, yəni o şərait fərhəngisinə görə fərqli siyasətlər aparır. Bu dediyim kimi, söhbətlərin başında dedim, bu İranın təzə mövzusu deyil, bu yurt dışındakı kanalların açması, televizyonların açması. İranın, hətta baxın, bir gerçək var. Düşməni küçümsəməmək lazımdır. Tamam mı? İranın çox güclü ərtişi sahibirisi var, yəni siber ordusu vardır. Və bununla misal neyindir? Bunu Amerikan, mən demirəm, Amerika deyir. Cənab bəy, biz onu mən tartışmıram. Mən təbii ki, yarım milyonluq ordu, hətta onun ordusundakı silahlar, hətta 60-cı illərin silahları olsa yenə də güclüdür. Təbii ki, biri var, bu aydın məsələdir. Burada problem yoxdur. Mən toxunmaq, hədəfim nədir? Mən istəyirəm o hədəfə vurğulayasınız ki, yəni İranın, deyirsiniz ki, İranın yeni deyil. Amma onu da nəzərə alaq ki, yeni mübarizə platformaları var, yeni mübarizə üsulları var, yeni yönlər var. Xarici politikasında yeni adımlara şahidik. Onu deməyə mən çalışırdım ki, İranın biz xarici politikasında, baxın bura, bir dana uluslararası ilişkilərdə, yəni beynəlxalq əlaqələrdə dəyişilməyən bir kural var. Xarici politika içəri politikanın devamıdır. İçəridə sən nə qədər güclüsən, xaricdə də o qədər güclüsən. İçəridə zəifsən, xaricdə də zəifsən. Və icazə vursa, hər halda birinci bölümün son dəqiqələrinə gəlmiş olduq. Bir dənə yekunlaşdırın, nöqtə qoyun, xəbər verək, ardını sizinlə danışaq. Deyin, nə fikriniz varsa deyin. Yox, indilik nöqtə deyim, çünki fikrim çoxdur. Danışsam bir Məmməd bəy və izləyicilərin haqqına girmiş olacaq. Onda xəbər bülteninə qulaq asağın, baxağın, sonra davam edəyək. Davam edərik xəbər bültenindən sonra. Buyurun. Xanımlar və cənablar, paylaşımla bugün Günaz TV-nin yenidən efirindəyik və baxaq görək bugün Azərbaycanda və dünya gündəmində nələr baş verir. Urmu gölün sahilində yaşayan uşaqlar gölün qurumasının həyatlarına mənfi təsir etməsindən şikayətlənir. Erk Azərbaycan İnsan Haqları Cəmiyyəti uşaqların bu məsələyə öz etirazlarını bildirdikləri video paylaşıb. Biz dəyyan sulu vaxtını görməmişik. İndi bu da dəyyan qurulu vaxtı duz gəlib bizə əziyyət eləyir. Heç kəs gəlib bu da bizdən xəbər almır. Amma indi bu dəyyan su olsaydı Tehrandan, şayət xaricədən gələrlər bu dəryada üzməyə. Niyə? Çünki suyu vardı. İndi ki bu dərya qurulub, heç kəs bizdən gəlib suraxlaşmır ki, sizin zindicanlığınız nəzirdir. Milli fəallar Əli Babayi və Cavad Sudbarın həbsindən 100 gün, Yürüş Mehrəlibəylinin həbsindən isə 45 gün keçir. Onlar Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanırlar. Həbslərindən uzun müddət keçməsinə baxmayaraq, onlara qarşı irəli sürülən iddihamın nə olması hələ də dəqiq bilinmir. Üstəlik, onlara yaxınları ilə zəngləşməyə və vəkillə görüşməyə belə icazə verilmir. Bu məsələyə reaksiya olaraq Əli Babayinin oğlu şəxsi Instagram hesabında video paylaşaraq atasının üzünü 100 gündür görmədiyini deyir və onun haqsız həbsinə etiraz edir. Mənim atam 100 gündür İttilaq qüvvələri tərəfindən nahaqsızlıqla tutuklanıb və qaranlıq zindanlarda saxlanılır. Mən 100 gündür atamın nə üzünü görmüşəm və nə səsini eşitmişəm. Heç bir məqam rəzai bizə atamın sağlığının haqqında bir cavab vermirlər və mən onun ruhi və cismi sağlığının mövridində niçərənəm.
Azərbaycan İnsan Haqları Cəmiyyəti Əhməd Rza Cəlalinin edam edilmə riski olması ilə bağlı xəbər paylaşıb. Qeyd edək ki, Güney Azərbaycanın Sərab şəhərindən olan Əhməd Rza Cəlali bir neçə il öncə elmi konferansda iştirak etmək üçün İrana səfər etdiyi zaman rejim tərəfindən həbs edilmişdi. İSNA xəbər agentliyi Əhməd Rza Cəlalinin edam riskini açıq şəkildə Əhməd Nurinin İsveçdə keçirilən məhkəməsi ilə əlaqələndirib. Həmid Nuri İranda Qohərdəş həbsxanasının keçmiş prokuroru idi və o, İsveçdə ömürlük həbsə məhkum edilmişdi. Amnesty International mövzu ilə bağlı cümə günü X sosial şəbəkəsində paylaşım edərək bu sözləri yazıb. Beynəlxalq ictimaiyyət, o cümlədən İsveç, İran hakimiyyətindən Əhməd Rza Cəlalini edam etmək üçün istənilən planı dayandırmağı və onu azadlığa buraxmağı xahiş etməlidir. Azərbaycanlı rəqs müəllimi Peyman İbrahiminin bacısı Həcər İbrahimi qardaşına 22 ay 17 gün həbs cəzası verildiyini açıqlayıb. Müsahibənin diqqət çəkən tərəflərindən biri isə o olub ki, Həcər İbrahimi BBC Farsça kanalına müsahibəni öz ana dilində verib. Bu məsələ sosial media istifadəçiləri tərəfindən xeyli təqdil edilib. Azərbaycan Farsça X hesabı Güney Azərbaycanın Culfa bölgəsindən paylaşım edərək burada ağacların qırılma faktını ictimailəşdirib. Paylaşımda belə deyilir: Nə qədər ki, Türk torpağı öz xalqının hökuməti altında deyil, bu görüntülər bitməyəcək. Azərşəhərli balamız Bolqarıstanda keçirilən Nova Zagora beynəlxalq rəsm müsabiqəsində uğur qazanıb. 9 yaşlı Reha Hüseynpur müsabiqənin fəxri diplomunu alıb. Rəsmin diqqət çəkən tərəfi isə orada Azərbaycan rəqslərinin elementlərinin əks olunmasıdır. Qeyd edək ki, Bolqarıstanda keçirilən Nova Zagora beynəlxalq rəsm müsabiqəsində 32 ölkədən 3027 əsər nümayiş etdirilib. Xatırladım ki, Azərşəhər şəhərinin əski adı Tufarqan olsa da, sonradan bu ad Dəxxarqan, daha sonra isə Azərşəhər olaraq dəyişdirilib. Bugünlük paylaşımdan paylaşacaqlarımız hələlik bu qədər. Sabah yeni məlumatlar əldə etmək üçün bugün sizə hələlik deyirik.